bir nəticəmizi paylaşmaq istəyirik. Burada komanda işi oldu. Həm fizioterapiya düzgün seçim elədik, doğru fizioterapiyalar, idmanlar aldıq, həm də ev tapşırıqlarını verdik. Pasiyent də sağ olsun düzgün yerinə yetirdi. Bəs problem nə idi? Kifozumuz var idi, irəli dərəcə, yəni 60 bucaqlı bir kifoz idi. Bu irəli dərəcə bir kifoz hesab olunur, qamət pozunluğu hesab olunur. Və burada biz bir kurs fizioterapiyamızı, reabilitasiyamızı elədik, ev tapşırığını verdik, ev idmanlarını elədik. Bugün təkrar bir rentgen çəkdirmişik və 60 bucaqdan 53 bucağa qədər kifoz bucağımız azalıb. Yəni bir kursun nəticəsində bu irəliləyişi əldə eləmişik. Burada da yenə dediyim kimi, birincisi doğru ünvana, doğru həkimə, doğru mütəxəssisə müraciət etmək. İkinci isə valideynlərin məsuliyyəti ki, verilən idmanları doğru düzgün evdə də etsinlər. Siz də özünüz nəticəni görürsünüz də, yəni Bəli, gördük. Gözlə görünən nəticələri var. Günü-gündən də məsuliyyətdən üzərində durmusunuz. Ona görə də sizə təşəkkürlər. Biz də sizə təşəkkür edirik. Çox sağ olun. Sağ olun. Yadınızı almışıq.